Bəli, əziz tamaşaçılar, biz davam edirik. Bugün və sabah İçəri şəhərdə Qoşaqala meydanında Qarabağ Mədəniyyət Xəritəsi hər rayonun öz səsi festivalı keçiriləcək və hazırda elə festivala hazırlıq işləri də tamamlamaq üzrədir. Bu vaxtınız varsa mütləq İçəri şəhərə yollanın və elə Qarabağın mədəniyyətini orada hiss edin. Maraqlı bir sərgi keçiriləcək və bu haqda bizə ətraflı məlumatı elə əməkdaşımız Röya çatdıracaq. Röya, sabahın xeyir olsun. İstərdik ki, bütün hazırlıq prosesini səndən eşidək. Sabahınız xeyirli, gününüz uğurlu olsun. Biz hazırda İçəri şəhərdə Qoşaqala meydanındayıq. Bura birazdan yeni bir tədbirliyə ev sahibliyi edəcək. Qarabağ Mədəniyyət Xəritəsi hər rayonun öz səsi adlı festival başlayacaq. Burada festival çərçivəsində hazırda 13 stend qurulub. Stendin hazırlıq işlərinə başlanacaq. Qarabağın mədəniyyətini əks etdirən bir neçə stendlər hazırlanacaq və eyni zamanda tədbiri mahiyyətini ifadə edən bir neçə proqramlar hazırlanıb. Bu proqramlar haqqında bizə ətraflı məlumatı festivalın təşkilatçılarından biri olan Aysel Tahirova çatdıracaq. Buyurun Aysel xanım. Qarabağ Mədəniyyət Xəritəsi hər rayonun öz səsi adlı festival 29 və 30 may tarixlərində keçiriləcəkdir. Bu gün tədbirin açılış mərasimidir. Biz hər iki gün üçün geniş konsert proqramı təşkil etmişik. Həmin bu festival çərçivəsində gənclərimiz üçün, uşaqlar üçün əyləncələr, oyunlar, festival, sərgilər təşkil etmişik və eyni zamanda Qarabağ mətbəxinin də tanıtım mərasimi olacaqdır. Və gördüyünüz bu at Qarabağ atıdır və onun üzərində Şuşa və Cəbrayıl xalçalarının naxışları əks olunmuşdur. Və bu da inanırıq ki, insanlar üçün maraqlı olacaqdır. Ətraflı məlumata görə çox sağ olun, təşəkkür edirik. Onu da qeyd edək ki, tədbir bugün və sabah, yəni 29-30 may tarixlərində İçəri şəhərdə Qoşaqala meydanında keçiriləcək. İstəyən hər kəs gəlib bu tədbirdə iştirak edə bilər, asudə vaxtını xoş keçirə bilər. Bizim hazırda çatdıracaqlarımız bu qədər. Sözü studiyaya ötürürük. Röya, sənə və müsahibinə təşəkkürümüzü bildiririk. Bəli, əziz izləyicilər, siz də vaxtınızı daha interaktiv, eyni zamanda mədəni istirahətinizi yaxşı təmin etmək istəyirsinizsə İçəri şəhərə yollana bilərsiniz və gözəl şəkillər çəkdirək, paylaşaq, amma mütləq şəkildə Azərbaycan dilinin qanuna uyğunluqlarına da əhəmiyyət verməyi unutmayaq.